Bugün Həzrət Əli əleyhissalamdan sizin için danışacağım. Bir sualın cevabı: Əli kimdir? Həzrət Əli əleyhissalam ki deyirik biz, Əmir Əli tanıyırsınız. Hamı tanıyır. Ama bir qədər biraz necə deyərlər, biraz dərinliklərə gedək, biraz axtarış aparaq, görək Əmir Əl-Müminin kimdir? Ağanın müxtəlif əlqabı vardır, ləqəb deyərlər bizdə. Ləqəbləri vardır. Ləqəblərindən biri Mevləl Muvahhidindir. Muvahhidlərin, tevhidçilərin ağası. Bəlkə Ustad-ül Muvahhidindir. Muvahhidlərin ustadıdır. Tevhidin dərsini deyən kimdir? Əmirül Möminindir. Əgər Əmirül Möminin tevhidin dərsi deməsəydi, bu günləri muvahhid çətin tapılardı yer üzərində. Ağa Əmirül Möminin ustaddır, müəllimdir. Tevhidin dərsini deyibdir. Resul-i Əkrəm sallallahu aleyhi və səlləmin vəfatından sonra tevhidi yer üzərində saxlayan, deyən Ağa Əmirül Möminindir. Biz hamımız muvahhidik, biz hamımız tevhidçiyik, biz heç birimiz Allah'a şərik qərar vermirik. Elhamdülillah. Ama bəzən görürsən ki, bir söz deyirik ki, şirkə mübtəla olur. Ya görürsən ki, bəzən bir hərəkət eləyirik ki, şirkə mübtəla olur. Sırf xülus olmur. Xalisanə. O cürə ki lazımdır, o cürə olmur. Amma Əmirəl Möminin Həzrət Əli əleyhissalam bütün yaşayışı, hətta yatmağı belə, hətta yeməyi belə Allah'a xatir olurdu. Hər bir şey Allah'a xatir olurdu. Düşmənçiliyi belə Allah'a xatir olurdu. Bu günləri görürsən ki, iki dənə Əli dostu, Əli şiəsi biri-biri ilə düşmənçilik eləyir. Düşmənçilik eləyirlər. Necə ola bilər bu? Gərək Allahın dostu ilə dost olasan, düşməni ilə düşmən olasan. Amma biz Allahın dostu ilə düşmənçilik eləyirik. Hamımız eləyirik bu şeyi. Olur, olmur. Amma Əmirəl Möminində belə deyil. Əmirəl Mömininin həyatına baxanda, Əmirəl Mömininin gördüyü işlərə baxanda, Əmirəl Möminin hətta düşmənçiliyini belə Allah'a xatir edib. Mən bir misal vuracağım sizin üçün. Hamımız bilirsiniz o misalı. Filmdə də görmüşsünüz, sonra nə bilim tarixdə də eşitmişsiniz. Həzrət Əli əleyhissalam Əmir ibn Əbdəvid adlı bir müşriki öldürür. Eşitmişsiniz də onu. Bu Əmir ibn Əbdəvid o cürə şişirdirlər bunu, o qədər böyüdürlər. Bəlkə də elə olunmuş elənçinə, nə bilim, tarixini oxusunuzsa qəribədir. Mən burada mənbərdə demək istəmirəm ki, bəzən deyirlər ki, sonra gölünə boyda şişirtmələr vardır. Amma Əmir ibn Əbdəvid çox güclü və nəhəng bir pəhləvan olubdu. Çox güclü bir pəhləvan. Gör necə ki, Əbu Süfyanın 10.000 ordusu ilə ki gəlmişdi o Xəndəq müharibəsində, 10.000 ordu Əmir ibn Əbdəvid öləndən sonra hamı qaçdı, dağıldılar, çəkildilər, getdilər. Yəni hamı Əmir ibn Əbdəvidə arxalanırdılar. Belə bir pəhləvan. Ağa Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Darbetu aleyyin yevme xəndəq əfzalu min ibadətis səqələyn ila yevmil qiyamə. Bunu Peyğəmbərdən nəql ediblər. Əmirəl Mömininin Əlinin vurduğu bir dənə qılınc o Xəndəq günündə vurduğu bir qılınc əfzəldir. Nədən? Səqəleynin, yani insanların
və cinnilərin etdiyi ibadətlərdən əfzəldir ta qiyamət gününə qədər. İstisna demir ha Peyğəmbər, demir illa filan ibadət xeyr, hamısından. İndi görün bu qiyamət gününə qədər bu səqələyin nə qədər ibadət edir. Bir dənə zərbəsi, hələ başqa ibadətlərini demirik biz Həzrəti Əli əleyhissalamın. Ağa Əmirəl-Mömininin başqa ibadətlərini demirik. Fəqət bir dənə vurduğu qılınc. Bir vurduğu qılınc artıqdır bütün səqələyinin ibadətindən qiyamət gününə qədər. Əfzəldir. Artıqdır. Bunu Həzrəti Əli əleyhissalamın xüsusunda deyib. İndi biz gələk bu dediyimizə bir şahid gətirək gələk ki, muvahhid nə cürə muvahhiddir əməllərində. Hətta düşmənçiliyi belə nəyə görədir? Allaha görədir. Allaha xatir düşmənçiliyi edir. Hər bir hərəkəti Allaha görədir. Əmr ibn Əbdəvid o atını vurur. Keçəndən sonra Xəndəqi atını vurur. O atını peyləyir. O ayağını ki atını vurur. Bu Həzrət Əli əleyhissalamı çox narahat edir. Baxın, Ağa Əmirəl-Möminin də onu vurur. Əmirəl-Möminin onu vurur. Niyə görə? Çünki o atını vurmuşdu. Bu da Həzrət Əli əleyhissalam onu vurur. Nəhəng insan olur da. Ağa Əmirəl-Möminin də bilirsiniz ki, qaməti orta qamətdə olubdu. Hündür olmayıbdı. Çox uca bir adam olmayıbdı. Bir az boyu başqa orta səviyyədə olubdu. Çox hündür olmayıbdı. Bilaxır. O məlun bir dənə tərki ədəbli edir. Ağa Əmirəl-Möminin gəlir onu öldürsün. O ağzın suyunu atır. Ağzının suyunu atır Həzrətə tərəf. Həzrət durur gedir. Hamı deyirlər ki, öldür, öldür ya Əmirəl-Möminin, öldür. Həzrət gedir, dolanır, gəzir, fırlanır. Meydanı özü üçün bir az rahatlaşır, gəlir. Orada o məlun ondan bir Həzrətdən söz soruşur ki, niyə görə məni öldürmədin? Dedi, o sən tərbiyəsizlik elədin. Mən narahat oldum içərimdən. Yaxşı iş görmədin sən, mən narahat oldum. Əgər onda səni öldürsəydim, o qəzəbimə görə öldürmüş olardım. Allaha görə olmaz idi. Getdim bir az rahatlandım, o soyudu, gəldim, indi səni mən Allaha görə öldürürəm. Bax görürsən, hətta bir insanı belə öldürməklikdə fikrində nədir? Allahdır. Allahdır. Allaha görə həyatını yaşayıbdı. Allaha görə şəhadəti qəbul eləyibdi. Allaha görə Peyğəmbərin yanında olubdu. Peyğəmbərə qul olubdu, nökər olubdu, Peyğəmbərin xidmətində olubdu. Allaha görə olubdu. Hər bir şeyi Allaha görə olubdu. Həyatında bir dənə vərəqləsən, axtarsan, bir dənə qeyri tovhidi bir hərəkət Həzrət Əli əleyhissalamdan tapa bilməz. Hamısı Allaha görə. Evdə oturdu 25 il. Allaha görə oturdu. O Əli oturdu ki, Xeybərin qapısını qovzamışdı. Tarix yazır ki, bu günləri onu qaldırmaqdan ötürü, o qapını, elə bir qapını qaldırmaqdan ötürü bir dənə o güclü kran maşınlar yoxdur, qaldıranlar. Onlardan lazımdır. Amma Əmirəl-Möminin o qapını çərçivəsindən çıxartmışdı, qovzamışdı. Bunu tarix deyir. Tarixdə belə yazırlar. Əmirəl-Möminin Mərhəbi öldürübdü. Harisi öldürübdü, Əmr ibn Əbdəvidi öldürübdü. Bu cürünə bir qudrətli sərkərdə cavan yaşlarından ki, hələ 30 neçə yaşı vardı, qılıncı tutmağa, qolunda qüvvəsi var, gücü var,
Qılıncı qoyur qınına, gedib oturur evində. Necə olur? Necə olur? Xalid ibn Vəlidin əhvalatını bilirsiniz. Əmirəl-Möminin bir dənə dəmiri bükdü onun boynuna. Bir dəmiri. Gəlmişdi Həzrət Əlini öldürsün. Demişdilər ona ki, Əlini öldür. Dəmiri bax tutdu, beləsinə bükdü boynuna. Belə bir qüvvəli bir insan, belə bir güclü insan, belə bir bacarıqlı insan, belə bir şücaətli insan 25 il oturub evdə. Niyə? Onun bir kəlmə sözü vardı. Onun evinə ki, hücum eləyəndə xanım Zəhra salamullah aleyha dayandı qabağında. İndi bilmirəm, bu əhvalat olubdu, olmayıbdı. Kitablarda belə yazırlar. Xanım Zəhra dedi ki, ya Əli, mən səni tanıram axı, niyə görə bunların cavabını vermirsən? Dedi, sualımın cavabını bir dəqiqədən sonra deyim sənə. Dedi, yoxdur, bir dəqiqə, bir an istəyib də, bir dəqiqə vaxt istəyib. Bu halda azam verildi. Azam veriləndə dedi ki, Fatimə, istəyirsən bu qalsın? Dedi, bəli, istəyirəm. Dedi, onda səbr elə sakit ol. Mən dayanmalıyam. Əli bu Əlidir. Müvəhhid belə bir müvəhhiddir. Tovhidçi belə bir tovhidçidir. Əli budur. Dünən mən burada bir hədis dedim. Həzrət Əli əleyhissalam Peyğəmbəri qoruyurdu. Ühud müharibəsində. Hamı qaçdı. Peyğəmbərə vurdular. Peyğəmbəri vurandan sonra Peyğəmbərin alnından daşla dəydi. Daş dəydi, qan cari oldu. Peyğəmbər ovucuna tutdu, o qanı atdı göyə. Və Peyğəmbərin sənaya dişləri, qabaq dişləri sındı Həzrətin haman müharibədə. Peyğəmbəri vurdular, Peyğəmbər yıxıldı. Əmirəl-Möminin dayanıb onun dövrəsində vuruşur. Cemaat qutilə Muhammed afaqı bürüdü, cemaat qaçdı. Da Muhammed öldü, qaçdılar. Qaçanda bir nəfər səsləndi, tarixdə adı da vardı onun. Səsləndi, qayıtdı, dedi ki, ay cemaat, hara qaçırsınız? Muhammed ölüb də, Muhammedin Allahı ki ölməyib, siz Allaha görə vuruşursunuz, qayıdın geri. Onun o sözündən təsirləndirdilər, bir çoxları qayıtdı və qələbə İslamla oldu. Və illa məğlub olurdular, çünki o xatanlar üçün ki yer ayırmışdı Peyğəmbər, onlar orada qalmadılar, çıxdılar, getdilər. Onlar orada qalmadıqları üçün arxa tərəfdən hücuma keçdilər və müşriklər belə bir hadisə oldu. Həmzə isə şühəda öldü və s. Bir çox Ühud şəhidləri ki bugün Bəqidə də onların qəbirləri vardı. Sonra elə Ühuddə də onların qəbirləri vardı ki ziyarətgahdır da, gedib inşallah ziyarət elərsiniz. Haman müharibədə Cənab Cəbrəil nazil oldu. Müharibə qurtarmışdı. Ərz elədi ki, ya Resulallah, Allah Teala buyurur ki, Əliyə deyəsən, ənni minhu razin. Qul Ali, qul bi Ali, Əliyə deyirəm ki, ənni minhu razin. Mən ondan razıyam. Rəbbi, Əlinin Rəbbi deyir ki, mən ondan razıyam. Əliyə o qədər yara dəymişdi ki, Həzrət 2 dənə təbib göndərdi, həkim göndərdi ki, gedin Əlinin yaralarını tikin. Gəldilər, dedilər, ya Resulallah, mümkün deyil. O qədər yaxındı yaralar ki, birini tikəndə o birisini tikdiyimiz sökülür, cırılır. O qədər yaxındı. Sərədilər Həzrətin bütün bədənini. O qədər yara dəymişdi Həzrətə. Bunlar elə belə yara deyil, qılınc yarasıdır. Bizdə düşmən qılıncının yarasıdır. Dost deyil, düşmən qılıncının yarasıdır. Vuranda ölümünə vururlar. Ölümünə vururlar, dərin yaralardır.
Amma bu yaraların qarşılığında Həzrət Əli əleyhissalam üçün deyir ki, ənni minhu razin və ümmətüvə deyilən, mən namazı vacib elədim, müsafirdən götürdüm, yüngül elədim. 2 rəkət qılırlar. Səfərə gedəndə 2 rəkət qılırlar. Orucu vacib elədim, yaşlıdan, xəstədən, qocadan götürdüm. Həcci vacib elədim, istitaət təyin elədim. İstitaəti olmasa, qüdrəti olmasa getməsin. Pul olsun, gəlir pul. Və zəkatı vacib elədim. Zəkatı, bunlar hamısı İslamın bu növrəsidir. Buniyəl İslamı əla xəms, belə bir hədis vardır. Bunlar İslamın bu növrəsidir. Bəs zəkatı vacib elədim, nisab həddi qoydum. Bir nəfərin bu qədər buğdası olmasa verməsin, azlısa verməsin. Bir nəfərin bu qədər qoyunu, misal üçün 39 dana qoyunu var, 40 dana yoxdur. Verməsin, zəkat verməsin. Bir nəfərin nə bilim, neçə dənə, 4 dənə inəyi var, verməsin. 5 olar verər. Bu cürlə. Yəni zəkat həddiləri qoydum, nisab həddiləri qoydum hər bir şeyə. Bəs burada insanların üzrü vardı, üzrlərini mən qəbul elədim. Hamısı üzürlü səbəblərə görə. Səfərdir, yorğun olar, filan olar, narahatçılıq olar, 2 rükət. Qocadır, yaşlıdır, xəstədir, orucluq ağır əməldir, onun üçün də yüngül elədim. Bütün bunlar hamısı üzürlü səbəblərə görə ümmətdən Allah Taala rüxsət eləyibdi, keçibdi. Amma Ali ibn Əbi Talibin vilayətin vacib etdi. O buniyəli İslamı əla xəms, onlardan biri də vilayət-i Ali ibn Əbi Talibdir. Ali ibn Əbi Talibin vilayətin vacib etdim və heç kəsin onda üzrünü qəbul etmirəm. Bir nəfər deməsin ki, mən bilməmişdim, mən falan eləmişdim, mən belə olmuşdu. Xeyr, heç kəsin üzrün qəbul. Bəs Mevləl Muvahhidin Ali ibn Əbi Talibdir. Bütün işləri təvhidə görədir. Bütün həyatı təvhidə görədir. Yaşayışı təvhidə görədir. İkinci sifət Əli kimdir? İkinci sifətlərindən biri, bunu bütün səhabələr də təsdiq edir, bütün alimlər də yazırlar ki, səhabənin içərisində ən adil şəxs Əmir əl-Müminindir. Ədalətin sütunudur, simvoludur Həzrət Əli əleyhissalam. Bax, ədalət ən mühüm şeydir. Allah Teala peyğəmbərləri niyə görə göndəribdir? Liyəhkumu beynən-nasi bil-qist. İnsanların arasında qist, yəni ədalət. Ədalətlə hökm eləməkdir. Peyğəmbərlərin missiyalarından biri nədir? Ədalətli olmaqdır. Ki, Allah Teala vəz eləyir insanlara ədalətli olmağı. Hamıya ədalətli, qistli olmağı tövsiyə eləyir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bir hədisi vardı ki, İmam-ı Zaman ağa haqqındadır. Peyğəmbər nə buyurur? Buyurur ki, yəti, gələcək Mehdi. Yəmlə'ul ərzə bil-ədli vəl-qist. Yer üzərini ədalətlə dolduracaqdır. Bax, Mehdinin missiyası nədir yer üzərində? Ədaləti qaim eləmək. Bəs ədalət çox mühüm bir şeydir. Və bizə də ədalətli olmağı Allah Teala tövsiyə eləyir və vacib edir. Vacibdir ki, biz də ədaləti özümüzdə neyniyək? Toplayaq, cəm eləyək, özümüzü ədalət sifəti ilə cilvələndirək.
Amma əmirəl-mömininin ədalətindən bəhs eləyək. Bir günləri hakimdir ya, Həzrət Əli əleyhissalam xəlifədir. Bir nəfər adamla mühasiməsi düşdü, məhkəməyə getməli oldular. Xəlifəni məhkəməyə apardılar. Məhkəmə Əli əleyhissalam təyin edib də, həmin məhkəməni kim təyin edib? Həzrət Əli təyin edib. Həzrət Əli əleyhissalam buyurdu ki, ədalətlə, qisdlə rəftar eləyəcəksən. Bu adam, qazi, hakim, o xəsmin adını çağırdı, o tərəfin adını çağırdı. Həzrət Əli əleyhissalama qayıtdı, dedi ki, ya Əbəl Həsən. Həzrət Əli əleyhissalam buyurdu, dayan. Onun adını çağırmışsan, mənim də adımı çağır ki, niyə mənə Əbəl Həsən deyirsən? Mənim adım Əlidir, Əli çağır ki. Bax, ədalətə bax. Əbu Əsvəd Düvəli. Əbu Əsvəd Düvəli bilirsiniz kimdir də? Bax, bu Qur'an-ı Kərim ki, bu günləri biz oxuyuruq, ona hərəkəni qoyan haman Əbu Əsvəd Düvəlidir. Həzrət Əli əleyhissalamın səhabələrindəndir, gözəl və savadlı bir insandır. Həzrət Əli əleyhissalam ona bir dənə proqram verdi, onu oxu. Nəhvi yazıyla dedi, keyfə, necə yazım ya əmirəl-müminin? Həzrət buyurdu ki, kullu failin mərfuun, kullu məf'ulun mənsubun, kullu muzafun ileyhi məcrurun. Bir dənə bu qaydanı verdi ona, dedi onu oxu, get nəhvi yazıyla. Getdi, qramatikanı yazdı və Qur'anın hərəkəsi düzgün olsun və insanlar neynəsinlər? Səhv oxumasınlar. Bu günləri ki, biz Qur'anı oxuyuruq, haman o Qur'an bizim nəyimizdir? Səhvimizi aradan qaldırmaqdan ötürü Həzrət Əli əleyhissalamın tapşırığı ilə Əbu Əsvəd Düvəli ona nəhvi yazdı, qayda qanun yazdı. İndi Əbu Əsvəd Düvəlini çağırdı. Dedi, səni qazi təhkim edirəm. Getdi, bugün getdi, səhər onu işdən əzl elədi. Əbu Əsvəd Düvəli qaldı. Gəldi ki, ya əmirəl-müminin. Ağa, mən neynəmişəm? Dünən təyin eləmişəm, bugün əzl elədim. Həzrət buyurdu ki, bələğəni ənnə savtukə, mənə yetişdi ki, sənin səsin xəsimlərin səsindən uca gəlir. Ona görə səni əzl elədim. Səsin səsimin tonu. Səsimin tonu, o bir məhkəməyə çağırmamsan, onların səsindən çox uca gəlir. Onlar yavaş danışırlar, sən uca danışırsan, ona görə səni əzl elədi. Əbu Əsvəd Düvəli kimi bir şəxsiyyət, o cürünə pak bir insan, Həzrət Əli əleyhissalam onun qəzavətini bəyənmədi. Dedi, ədalətli deyil bu. Gərək səsin onların səsi kimi ya onlardan aşağı olmalıdır. Subhanallah, Subhanallah. Əli bu cürünə bir şəxsiyyətdir. Ədalətin simvolu. Bu cürünə bir şəxsiyyəti dünyanın əşqəl-əşqiya, bunu Peyğəmbər buyurur. Ya Əli, 2 dənə şəqitərin insan vardı yer üzərində, olubdu. Biri də olacaqdı. Həzrət Əli əleyhissalam buyurdu, ərz elədi ki, ya Rəsulallah, kimdir onlar? Dedi, biri Salihin dəvəsini öldürən. Əşqəl-əşqiyadır. Bədbəxtlərin ən bədbəxtidir. Bu dəvənin bu insanlara nə zərəri var idi, öldürdün onu. Cəmaat onun südünü sağırdı, gedirdilər, içirdilər, pul vermirdilər, bir şey eləmirdilər. Hər gün nə qədər süd verirdi insanlara. Allah tərəfindən bir möcüzə idi də, dağın içərisindən çıxmışdı o dəvə. Öldürdü. Biri də səni öldürəndi. Bəli. İbn-i Mülcəm Muradi. Allah lənətə. Allah onun əzabını şədid eləsin. Biri də səni öldürəndi. Niyə? Çünki Əlinin cəmaata nəfisliyi var. Əli nəfislik eləmişdi.
əlini qoysaydılar birdən, Siffeyn olmasaydı, Allah Muaviyyəyə lənət eləsin. Əlini imkan versəydilər, Nəhrəvan olmasaydı əgər, Allah Nəhrəvanlılara lənət eləsin. Əlini qoysaydılar birdən, əgər Cəməl olmasaydı, Əli bir dünya yaradardı, bir dünya düzəldərdi, bir şeyler ederdi ki, bu günləri ki, bəşəriyyət bu texnolojiyaya gəlib, o vaxt bu texnolojiyanı bəyənməzdilər bəlkə də. Əli belə bir işlər görərdi. Qoymadılar Əli, Həzrət Əli əleyhissalamı qoymadılar. İcazə vermədilər. Hələ bir tərəfə çəkdi, hələ bir tərəfə dartdı. Muaviyyə bir tərəfdən. Abdullah ibn Zübeyir bir tərəfdən. Bəli, Abdullah ibn Zübeyir, Zübeyrin oğlu, bəli. Nə oyunlar çıxar? Zübeyri də öldürdülər, Təlhəni də öldürdülər. Bunlar Bəni Haşimdən idi ölənlər. Bəni Haşimdir, Zübeyir, Təlhə, bunlar Bəni Haşimdir. Ama öldürdülər. Niyə? Hamısı cəhalət. Hamısı cəhalət. Həzrət Əli əleyhissalam ki, o elmin sahibiydi. O bacarığın sahibiydi. O gecə ki, Həzrət Rəsul Əkrəmin yerində yatmışdı, gəldilər. Gəldilər ki, Peyğəmbəri öldürərlər. Eşitmişsiniz də əhvalatını. Hər qəbilədən bir dənə pəhləvan seçiblər. Hərəsinin əlinə bir qılınc veriblər ki, gedin Muhammədi öldürün. Allahümmə salli ala Muhammedin və Ağa Rəsulullah Allahın əmri ilə çıxıbdı və Həzrət Əli əleyhissalam gedib yatıbdı onun rəxti xabında, yerində. Gəldilər, gördülər ki, Əli idi yatan. Həzrət Əli əleyhissalamın onda 20, 22, bax bu sinnilə, 20 sinni var idi Həzrət Əli əleyhissalam. Bir nəfər qayıtdı, dedi ki, bu Əbu Talibin oğludur ki, aldanıbdı Muhammədə. Muhammed bunu aldadıbdı. Durdu, çıxdı. Bu pəhləvanlar da dayanıbdı. Dedi, Allah Teala mənə bir ağıl veribdi. Bir ağıl veribdi. Əgər dünyanın ağılsızlarına, dəlilərinə mənim ağlımı paylasalar, ən ağıllı insanlar olanlar. Bunu Həzrət Əli əleyhissalam buyurur. Özü haqqında buyurur. Əgər Allah Teala mənə bir cürət veribdi, mənə yatmışam burada, gəlirdiniz Peyğəmbəri öldürməyə. Mənə bir cürət veribdi, cəsarət veribdi. Əgər dünyanın bütün qorxaqlarına mənim cəsarətimi paylasaz, ən cəsur insanlar olanlar. Göründü məndə cürət, cəsurət nə qədərdir. Və Allah təbarəkə və təala mənə bir qüvvə veribdi. Mənə bir qüvvə veribdi. Dünyanın ən zəif insanlarına bölüb ver söz, ən qüvvəli insanlar olanlar. Nə deyirsiniz? Çəkib Zülfüqarı dayanıb deyir, nə deyirsiniz? Hamısı çıxdı getdi. Qorxdular. Əli budur. Bu cürlə bir şəxsiyyəti o İbn-i Mülcəm Muradi. Əşqəl əşqiya. Əşqəl əşqiya. Bunu Peyğəmbər buyurur. Əşqəl əşqiya. Ağaya zərbət vururdu. Özdə nə ilə? Zəhərli. Zəhərli qalacaq. Həzrət Əmir əleyhissalam hərdən gözləri yumur, yuxu arız olur ona. O zəhərin təsirindən. Hərdən açır gözlərini, bir para tövsiyələr eləyir, bir para tapşırıqlar verir. İmam Zeynil Abidin əleyhissalamdan da rivayət. Həzrət buyurur ki, mən əyləşmişdim babamın yanında.
Onu da deyim ki, İmam Zeynəl Abidin əleyhissalamın təvəllüdü 38-ci ildir. Bu hadisə baş verildi 40-41-də. İmamın təxminən 2-3 yaşı var idi orada. Amma zəka böyük zəkasıdır. Onu dəfələrlə mən demişəm ki, onlarda zəka uşaqlığa baxmır. Zəka elə aman eyni zəkadır. Deyir, babam Həzrət Əli əleyhissalam gözlərini açdı. Buyurdu, Həsən, məbada mənə görə intiqam alasınız. Deyinən Bəni Haşimə. Bəni Haşimə deyil ki, qılınc çəkələr, intiqam alalar, filan eləyələr, belə bir şey olmasın. Məndən ötürü intiqam almıyor. Fəqət o adam ki vardı, əgər mən yaşayaram, özüm bilərəm ondan. O İbn-i Mülcəmmüradi ilə mən özüm bilərəm. Yox, əgər ölərəmsə, onda o haqqı keçir sənə. O haqqı sənindir, sənin ixtiyarındadır. İstərsən bağışlarsan, diyə alarsan, istərsən intiqamı alarsan. O sənindir daha. Ədalətə bax, hökmə bax, şəriətə bax, insana bax, xəlifədir. Yox, gedin onların bütün kəndini qırın, nəslini qırın, yer üzərində bir dənə adam qalmasın onlardan. Belə bir şey yoxdur. Heç kəs qılınca qurşanıb deməsin ki, mən Əlinin intiqamını alacağım. Heç kəsdən intiqam. Fəqət odur bir nəfər. Özüm sağ qalaram, özüm bilərəm ondan. Yox, ölərəmsə, Həsən, haqq sənindir. İstərsən bağışlarsan, düzü budur. Da demir onu, öldür onu. Deyir, istərsən artıq haqq Həsənindir. İstərsən bağışlarsan, istərsən öldürərsən. Bax gör, ədalət. Nə cürə bir ədalət? Hətta o anında belə ədalət. Ki, Həzrət Əli əleyhissalam tövsiyələrini eləyir və tövsiyələrindən də biri budur ki, oğul Həsən, məndən sonra bu işin sahibi sənsən. Elə ki, vaxtı yetişdi, verərsən qardaşın Hüseynə, təhvil verərsən bu işi. Hüseyn, oğul, sənin də vaxtın yetişəndə təhvil verərsən mənim bu balama. Əlini qoydu mənim çiynimə, mənim başıma. Bu İmam Zeynəl Abidin əleyhissalamın buyruğudur. Allah Teala Həzrət Əli əleyhissalamın ziyarət və şəfaəti bizlərə nəsib qismət edir. Allah təbarəkə və Teala Həzrət Əli əleyhissalamın mərifəti ilə, məhəbbəti ilə qəlblərimizi münəvvər eləsin inşallah. Bihaqqı nəbiyyina və aleyh və bil-Fatihə. Dünənlər demişəm, axşam saat 10'da inşallah.